Allah'ın salamı olsun herkese. Bizi izleyen herkese buradan salamlar olsun. Demek Aran Çempionat yarışında inşallah Ramiz kardeşinin heyetindeyik. Ramiz kardeşim inşallah kapıda xeyriye gələk. Hoş geldiniz. Allah mal mülkü bereket versin. Yarışta da uğurlar arzulayıram. Kimler ki bizim yarışımızda var, herkese uğurlar arzulayıram. Allah herkesin malına mülküne bereket versin. Ramiz kardeş, inşallah gelmişik çəkilişlə bağlı heyvanlar var. Maşallah olsun ki, yani heyvanların da hepsi belə necə deyirlər, öz görmüşləri ilə, öz necə deyirlər. Bir sözlə maşallah olsun. Allah kömək olsun. Yani Gələn Allah əziyyət və bərəkət versin. Allah malın mülkünə inşallah uğurlar arzulayıram. Buyur, sən də bir öz ürək sözləri deyib bizə eşitlə. Əvvəla xoş gəlmişsiniz. Gələn ayaqlarınız var olsun. Sağ ol. Əziyyət çəkirsiniz, bir gedir İslamın qapısına. Bizim bu aran göyərçinlərin təqdim edicisi də bütün Azərbaycana göstərirsiniz. Allah köməyiniz olsun. Əziyyət çəkirsiniz. Xoşdur. Bir Ramiz qardaşın valideynin de bir ürək sözler eşitmək istəyir. O da bir ağsaqqal kimi, bir böyük kimi. Buyur sən də bir də öz xeyir dua ver. Sən də inşallah yarışırsan Allah'ın izniyle. İnşallah. Birinci hoş gelmişsiniz. Həmişə siz gələsiniz. İnşallah yarışdır, əziyyət çəkirsiniz. Gedirsiniz hamının qapısına. Yəni, bu əziyyəti dəyərləndirmək lazım. İnşallah hamıya uğurlar diləyirik, biz də onun içində. Uğurlar diləyirəm bir daha. Çok sağ olun, gəldiyinizə. Ramiz kardeş, belə deyək də, yəqin ki, heyvanlar hakkında bir indi suallar vereyim, sen de o sualları. Buyurun. İndi bu hazırlıklar gedir. İnşallah bu hazırlıklarla maşallah görünür ki, üzr istəyirəm, qanat quyruq elədiyin heyvanlar da var. Yani çördüb sağdın gördüylər heyvanlar da var. İnşallah bir öz necə deyirlər, bu yarışla bağlı da yani bu heyvanlarla. İnşallah yəqin ki Allah'ın izindən düz heyvandır. Heyvan köydə saxlayan Allah'dır. Yani ki heyvan da bilmək olmaz, dədəquşa saat demək olmaz ki bu heyvanın həmişə 5 saat uçub, 10 saat uçub, yarışdır, gələr yarışda 1 saat uçmaz. Bu aydın məsələdir. Yəni neçə törəmələrim var, cinslər nədir, necə deyirlər? Bu heyvanların 2020-ci ildə əlimə keçirmişəm. Erkəyi də mayalı. Mayanı Sabirabaddan rəhmətli Əlbala kişi verib. Allah rəhmət eləsin. Ağ erkəyi də Bakıdan gətirmişəm. Kəramət kişi verib, o da rəhmətə gedib. Allah ona da rəhmət eləsin. Allah rəhmət eləsin. Bunları bir cüt vurub törədmişəm. Balaların yoxlamışam dəfələrlə 3 partiya, 4 partiya. Yaxşı nəticələr olduğuna görə sırf bağları törədmişəm mən. Ondan sonra da nətər deyim, bu ağların uçuşu özümə o qədər şirin gəlib ki, ondan sonra başqa heyvan qatmamışam bunların içinə. Yəni qatmışam arada bir, yəni o da qarnın dəyişməkdən o arada lazımdaydı məsələ. Qarnın dəyişməkdən sarı qatmışam. Amma sırf nə qatsam da sırf ağlarla, ağların üstündə işləməliyəm, öz ağlarımı. Maşallah olsun 5 saat, 4 saat uçurlar, Allah bərəkət versin, özünə qanun. Allah versin. İnşallah Allah'ın izniyle Allah hamıya nətər deyərlər, əziyyətini itirməsin Allah heç kimi. Hamıya uğurlar arzulayıram burada. Biz də içində. Kim ürəyində nə nəticə tutsa ona nail olsun. İnşallah biz də içində. Amin inşallah. Amin. Allah heç kimin əziyyətini itirməsin. Heyvanlar da qanat quyruq olan heyvanlar demək olar hazırdır. Bu il biraz havalar imkan verir. Aydın məsələ. Qırıqdır, havalardır. Yəni tələsmir. İnşallah Allah'ın izniyle vaxt çatanda yavaş-yavaş hazırlaşacaq inşallah. Havalar düzələndən sonra. İnşallah, inşallah kardeş, inşallah. Demek bu yarışta bütün hakim heyətləri, bütün rəhbərlər, bu yarış aparan hər kəsə, buradan öz necə deyirlər, hər bir kəsə, yəni istəyir bölgəli olsun, istər rayonlar olsun, istər Bakı olsun, hər bir kəsə uğurlar arzulayıram, hər bir kəsə düzdür. Yəni əziyyət yox, bugünkü gündə üstünlüyümüz yerli göyərçinləri tanıtmağımızdır.
hamıda böyük gündə yəni yaxşı göyərçin var. Hamı istəyir ki, uçursun, yaxşı nəticələr görsün. İndi aydın məsələdir, hamı istəyər yarışa qoşulsun. Üzr istəyirəm. Hamı istəyər yarışa. İndi işlə bağlı, güclə bağlı, hava ilə bağlı, xəstəliklərlə bağlı bəzən belə problemlər olur ki, yəni yarışa qoşulan adam görsən heyvan uçurda bilmir. Onu da qınamaq olmaz. Görsən deyirlər ki, hə, nə oldu, qoşuldu, niyə uçurtmadı? Yəni bu qarant heç kim verənməzsə, qoşulmuşsan. Varındır ki, qoşulursan. Olmasa qoşulmarsan. Varındır ki, qoşulursan, gəlirik bizə, gedirik qapılara, çəkilişlər edirik, təqdimat edirik, bu heyvanları tanıtdırırıq, nə gücünə qadirdirlər, nə edirlər. Bu aydın məsələdə uçurdursan, özün saatın görürsən, özünə qane edir, özün də istəyirsən. İndi burada uçurmaqda məqsəd o diyor ki, Ramiz uçurdacaq, hə, Ramiz əjdahadır, Ramiz güclü quşbazdır, hamı güclü quşbazdır. Özünə görə, hamının da qapısında güclü göyərçini var. Yəni, xahişim odur ki, ilk növbədə quşbaz qardaşlardan, ayağı nömrəli üzüyü tutanda ən azından, yəni qaytarmasan da ən azından məlum. Çünki hər bir quşbaz, yəni 5 boğazından kəsir, üzüyü alıb göyərçinlərin ayağına taxır da. Valla, yəni göyərçin tutanda ayağı üzüyü elə, nə bilim, sevinclərin həddudu olmur da. Onu yaxşılara Allah ömür versin, can sağlığı versin o göz toxulara. Buradan sözüm həmən o az gözlərədir, o quş tutub gizlədənlərə. Valla, onun maliyyəti bir şey deyil. Heyvandır. Sığortalamamsan, 20 yaşında öləcək, bu quşdan 500'də quş törədəcəksən. Bu ad nömrə taxılıb, zəng vur ən azından yiyəsi heyvanın gücün bilsin. Nəyə qadirdir onu. Gözü yolda qalmasın. Gözü yolda ən azından bilsin ki filan yer. Ən azından gözümüz yolda çəkilsin. Hər bir quşbaz heyvanı qalır gecəyə və yaxud da göydə qoyursa, vallahi billahi için mən özüm qarşıyım. Mən 5 gün, 10 gün, 15 gün, hətta 20 gün, 25 gün, 1 ay dəfələrcə olub. Bu yüzə quş keçdi. Görəsən mənim göyərçinim deyil. Ona görə də, yəni ilk növbədə qardaşlar, yəni valla üzüylü tutanda, yəni ən azından sahibinə məlumat verilməlidir. Valla mən həmişə onun tərəfdarıyam. Yəni mənim tanıyanlar tanıyır, bilənlər bilir. Yəni elə bir heyvanlar gəlib, elə bir təkliflər olunub ki, demişəm ki, yox qardaş, mən heyvanımın içindən haram mal qata bilmərəm. Yəni ona görə Allah hər kəsin ürəyinə insaf salsın, Allah yaxşılar qorusun, Allah bu ürəyində kirli olanların da ürəyinə insaf versin ki, bu quş tutub gizlətmək yox, birbaşa zəng vurub, yiyəsindən məlumat alıb və yaxud qaytardan və yaxud qaytardan, nəysə bu öz yerində. Gəldik bu Ramiz qardaş, yəni necə deyərlər, indi gəlirik, çağırırlar, sağ olsunlar, gedirik çəkilişlərə, bu borc, özümüzə bir borc bildik, necə deyirlər, özümüzə də rəzd eləyib, bu bir hoppudur da, yəni bundan maraq alıq, həzz alıq, yəni bu bizim bir necə deyirlər var, sıxılanda, dağrıxanda və yaxud da ki, qanqaraçılıq olanda gəlirsən, dənini suyun verirsən, istər-istəməz, yəni insanın əsəblərin saçdır, bəli, əsəblərin saçdır. Şərəm bir bu da indi, bu hopdur, yəni ki, yarış da keçirilir inşallah. Yəni indi Allahın köməyi ilə çurdacaqlar, gedəcəyik bizə, özümüzə bir borc bilib, qapılarda çəkilişlər eləyəcəyik. Düzgün və necə deyərlər, ədalətli yarış olacaq. Ay, bu yəni ki, qardaş, canlı yayım açılacaq, heyvanlar uçurulacaq, heyvanlar gəlib axırıncı son yerinə toxtayana qədər, yəni çəkilişlərimiz olunacaq inşallah. Yəqin ki, bizi izləyənlər də inşallah görəcəklər, tanış olacaqlar. Yəni, ay bu göyərçin getdi, nə bilim, görmədiyim, belə eləmədiyim, yəni Xəqani qardaş vurğuladığı kimi ədalətli yarış olacaq. Yəni, düzgünlük gözəl şeydir, valla. Orada bir əyrilik olursa, onun nə tadı olur, nələr Dədə ki, burada pis olmağa ehtiyac yoxdur. Nəsə ki, mənim heyvanım uçmadı və yaxud nə eləmədi. Valla, bu il uçmaz, gələn uçar. Gələn uçmaz, o bir il uçar. Onsuz da biz bir yarışlıq saxlamırıq ki, buna. Maşallah olsun. Maşallah olsun. Keçən il 25-30 heyvanı var idi.
Keçən ildən bu yüzden maşallah olsun ki, yeni damlar tikib, Allah əziyyətinə bərəkət versin. Allah kömək. Yeni şəraitlər qurub, maşallah olsun. Keçən il 25 heyvan var idi. Maşallah olsun ki, artıq 100'ə yaxın heyvan var. Demək ki, yəni üstündə işləyir, əziyyət çəkir. Allah canını Yəni, sağ eləsin. Ona görə də ki, yəni əziyyətsiz heç nəyin bəhrəsi yoxdur. Öpürəm, bağrıma basıram. Allah hər kəsin malına, mülkünə bərəkət versin. Bir daha vurğulayım. Yarışda olan hər bir iştirakçıya uğurlar arzulayıram. Sağ olun, var olun. Amin. Sağ ol. Ramiz salam. Salamdır. Hər vaxtın xeyirli olsun. Necəsən? Sağ olun. Allah razı olsun. Maraqlı iki sualım var bu mövzu ilə bağlı, quşlarla bağlı. Buyur. Düzdür, mən biraz monitor arxasındayım, çəkilişlərimizi edirik. Maraqlı iki sualım var. Bu işin ən çətin tərəfi, bu güvərçinlərin ən çətin tərəfi nədir? Hava şəraiti mi, yırtıcı mı, quşlar mı, şahin, qırğı və ya quşların xəstəlikləri mi? İlk növbədə belə deyək də, insan gərək birinci səbirli ola. Bu şey də elə bir şeydir ki, səbir istəyir. Hava pisliyi uçurma. Onun bir çətinliyi yox. Özündən asılıdır. Əlbəttə qırğıdır, o da olan şeydir, həmişə olan bir şeydir. Yenə də olacaq, davam edəcək. Onu da yemək yox da belə deyək. Çətinlik baxımından, yəni gərək səbirlə hərəkət eləyəsən. Mən o suala belə cavab vermək istəyərəm. Düzgün qulluq eləsən xəstələnməsin. Təbii ki, təşəkkür edirəm. Çox Bir mövzunu da sualımız verim sizə. Ondan sonra bu mövzunu bağlayacağım və sizinlə belə desəm yekunlaşacaq. Bu yarışda rəqiblərinizə və işə yeni başlayan gənclərə nə məsləhət görərdiniz? Sizcə bu gün qalib gəlmək üçün ən vacib amil nədir? Düşün və net cavab ver. Çox xahiş edirəm. belə İstəsən deyək. sualı yenidən təkrar edin. Yox, eşitməmsin. Rəqiblərimə belə deyək də, Allah heç kimin əziyyətini itirməsin. Kim çox əziyyət çəkir, inşallah o da yarışın çempion olsun, belə deyək də. Cavan nəslə də o demək istəyərəm ki, çalışsınlar, təmiz qan saxlasınlar. O 17-18 quyruq aralı quyruqlar yatlar, bunların başını bıraxsınlar. Yəni bizim köhnə ağlardan, qaralardan, bədrəylərdən, yəni nə saxlayırlarsa özümüzün dədə-babadan gəlmə heyvanlarımızdan saxlasınlar. Təşəkkür edirəm. Və sonda sənə bir sualım da var. Sonda klubda ürək sözləriniz, bizim kluba, yəni Aran klubuna ürək sözləriniz və bizlərə nə arzularsınız? Aran klubuna 5 ildir bu klub davam edir. Bizim protokolumuz hər kəs göz qabağındadır, respublikada demək olar ki, hər kəs bizim protokolla razılaşıb və şükür Allaha gələcəkdə də normal bir mövzu çıxardacaq 5 rayon üçün. Çünki bizim 5 rayonda Şirvan, başda Şirvan şəhəri olmaqla şəhər olduğu üçün və 4 rayon buna qatılıb. Hacıqabul, Salyan, Sabirabad, Kürdəmir. Bu 5 Aran bölgəsinin güvərçinlərin bizim məqsədimiz tanıtmaqdır respublikaya və bunları sübut etməkdir. Və sonda bizim kluba, klubun rəhbərliyinə ürək sözləriniz, bizlərə nə arzuluyorsunuz konkret olaraq? Allah canınızı sağ eləsin. Talih doktor, siz 5 ildir əziyyət çəkirsiniz. Allah sizi var eləsin. Hər ildə şükür Allaha, ildən ilə yarış daha da gözəlləşir, daha da maraqlı olur. Yəni şükür Allaha azdan çoxdan bildik ki, özdə siz yarışı elə aparırsınız ki, hər şey qaydalar çərçivəsindədir. Dost doğma ata belə olsa siz, misal üçün, nədir odur? Ədalətdir, nədir odur? Ona görə sizə çox təşəkkürümü bildirirəm. Fərhad, Allah sənin də canını sağ eləsin. İndi sən də təzə başlayırsan. İnşallah Allahın izni ilə arxası gələr. İnşallah daha yaxşı olar hər şey. Bizim bu çəkilişdə müvəqqəti olaraq bir hakimimiz də bəzi səbəblərdən dolayı yoxdur. Onun da xəstəsinə Allahdan şəfa versin. Allah şəfa versin. İnşallah ki, yaxşı olar. Təşəkkür edirəm hər birinizə, Xəzan ki, sizə də çox sağ olun, var olun, minnətdaram ki, dəvət eləmişsiniz, gəlmişik, süfrənizdə bir tikə urzunuzdan, bərəkətinizdən dadmışıq. Təşəkkür edirəm hər birinizə. Var olasınız, minnətdaram. Sağ olun.